Uşaqlarınızın nitq qabiliyyətinin güclənməsi üçün, danışıq bacarığının düzgün formalaşması üçün, yaddaşının və diqqətinin artması üçün onlara az yaşlarından verməli olduğunuz mikroelementlər var ki, uşağınızın beyni düzgün inkişaf eləsin, yaddaşı, diqqəti, nitq qabiliyyəti artsın. Hansı mikroelementlər? Ekrandakı ürəyi qızart, ətraflı izah edeyim. Bunların ən vacibi balıq yağı və D vitaminidir. Bilirəm, sənin də uşağın balıq yağının dadını sevmir deyə uşağına balıq yağı içizdirə bilmirsən. Mənim isə sənə tövsiyəm meyvə aromalı dadı olan Easy Fish Oil balıq yağıdır. Çünki Easy Fish Oil balıq yağının dadını uşaqlarını sevə-sevə qəbul edəcəklər və qəbul etdiyi zaman uşağınızın beyin inkişaf elətdirərək yaddaşını, diqqətini, nitq qabiliyyətini artırır, sümüklərini möhkəmləndirir, ürək damar xəstəliklərinin yaranmasının qarşısını alır, ürəyi düzgün inkişaf elətdirir və immunitetini gücləndirir. Ölkənin bütün apteklərində əl satandır. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib, köməkli göstərib gətirsinlər. Ən əsası uşaqlar dadını sevə-sevə qəbul edirlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki pil işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalın. Əczaçınız Balaoğlanla hər zaman sağlam qalasınız.